Salam hörmətli izləyicilər, bugün sizlərlə olimpiada dərslərimizin YouTube versiyasını paylaşacağım. Ümid edirəm hər biriniz üçün yararlı bir videolar. Mən özüm yerli və beynəlxalq riyaziyyat olimpiadalarına hazırlaşdırıram. Azərbaycanda yerli olimpiadalarda Elfi, Elfiyen və Lütfüzadə, xarici olimpiadalardan isə istənilən xarici olimpiadalara yazıla bilərsiniz. Xarici olimpiadaların Azərbaycanda yerli təmsilçisi olan Qlobal Olimpik Senterlə rəsmi əməkdaşlıq elədiyim üçün bütün yerli xarici olimpiadaların rəsmi silabuslarını, imtahan nümunə suallarını və s. ətraflı məlumata sahibim. Demək, Çin qalıq teoremi, CRT, Chinese Reminder Theorem gedir. O vaxtı 3-cü əsrdə Çinli riyaziyyatçı Sun Tzu'nun əsərlərindən gəlir. Nəyə güzel? Sun Tzu'dur da adı mən neyim? Sun Tzu'nun əsərlərindən gəlir və belə əsər var. Nəyə güzel? Evet, Allah korusun. Nəyə güzel? Yəni, Çinli o vaxtı Sun Tzu'nun Riyazi Klassikası adlı əsərindən gəlir. O vaxtda orada bəlli olur ki, belə bir teorem var və teoremin əsas iddiasını ancaq misal üzərində göstərə bilərik. Deyə bilərik ki, teorem nədən ibarətdir və nə üçün istifadə olunur? Məsəl üçün, bunu göstərə bilərik misal üzərində. Deyək ki, sinifdə şagirdlərin sayını mən bilmirəm və deyirəm ki, şagirdlər 3 sıra ilə düzülür. 3 sıra ilə düzüləndə 2 dənə şagird artıq qalır. Sonra deyirəm ki, 5-li sıra ilə düzülür. 5-li sıra ilə düzüləndə 2 nəfər artıq qalır, 2 şagird artıq qalır. Yox, 3 şagird artıq qalır. Sonra deyirəm ki, 7-li sıra ilə düzülür. 7-li sıra ilə düzüləndə də 2 nəfər şagird artıq qalır. Aydın oldu. İndi mənə sual verir ki, sinifdə neçə şagird var? Minimum. Yəni, sən tapa bilmərsən dəqiq olaraq neçə şagird var. Minimum neçə şagird var sinifdə? Minimumunu soruşur bizdən və biz bunu necə tapa bilərik? Bunu artıq Çin qalıq teoremi ilə hesablayıb tapa bilərik ki, sinifdə ən azı minimum şəkildə neçə dənə şagird var. Bu, ümumiyyətlə, bu deməkdir də, hər hansısa bir x ədədidir, sinifdəkilərin sayı nədir? X-dir. 2 olmalıdır nədən? Mod 3-dən. Çünki üçlü düzüləndə 2 nəfər artıq qalır. X 3 olmalıdır mod 5-dən. Çünki niyə görə? 5-5 düzüləndə 3 nəfər artıq qalır. Və 2 mod 7-dən. 7-7 düzüləndə də neçə nəfər artıq qalır demişdik? 2 nəfər artıq qalır demişdik. İndi baxaq görək ki, bu x-in minimum qiyməti neçədir ki, 3-ə böləndə qalıq 2 edir, 5-ə böləndə qalıq 3 edir, 7-yə böləndə qalıq 2 edir. Bunu tapmaq lazımdır. Bunu necə tapa bilərik? Bunu tapmağın yolu odur ki, bunlara A deyəcəm. A1, A2, A3. Bunlara N1, N2, N3 deyəcəm. İndi burada A1 nəyə bərabərdir? A1 bərabərdir 2-yə. N1 nəyə bərabərdir? 3-ə. Burada A2 nəyə bərabərdir? 3-ə. N2 də 5-ə. Burada da A3 bərabərdir 2-yə. N3 də bərabərdir 7-yə. Bu şəkildə qeyd elədik. İndi tutaq ki, N1, N2, N3, N4, NK ədədləri. İndi burada təbii ki, 3 dənə ola bilməz. Bəlkə daha çoxdur NK-ya qədər. Olan ədədlər bir-biri ilə qarşılıqlı ədədlərdir. Cüt-cüt qarşılıqlı sadədir. Cüt-cüt qarşılıqlı sadə nə deməkdir? Yəni, istənilən ikisini götürsəm, onlar qarşılıqlı sadədir. 3 ilə 5-i götürürəm, qarşılıqlı sadədir. 5 ilə 7-ni götürürəm, qarşılıqlı sadədir. 7 ilə 3-ü götürürəm, o da qarşılıqlı sadədir. Demək ki, 3-ü də bir-biri ilə qarşılıqlı sadədir. Onda bu ədədlərin
bir dənə həlli var. O da böyük n bərabərdir. N1, N2, N3 və nöqtə nə qədərsə n k ədədləri. İndi birinci biz bunu tapmalıyıq və ümumi həll forması da x bərabərdir. x0 üstə gəlinsin n k olacaq. x0 burada minimum qiymətidir. X-in ala biləcəyi minimum qiymət x0'dır. N buradakı n'dir. K-da istədiyin rəqəmdir. 0, 1, 2, 3 istədiyin qədər qoya bilərsən. Minimum tapmaq istəyirsənsə K-ya neçə verməlisən? 0 verməlisən ki, bu getsin, bunu tapasın. Yəni ona görə. X0 da onun minimum qiymətidir. İndi biz burada necə işləyəcəyik? Birinci n-i-ni tapacağıq. Böyük n-i. Böyük n-i bərabərdir nəyə? N bölünsün, böyük n bölünsün, kiçik n-i-yə. İndi n-ilər burada qiymətlərdir. Biz indi nəyə görə hesab edəcəyik? N1-ə görə. Böyük n1 nədir? Böyük n1 bərabərdir n vurulsun. İndi birinci böyük n-i tapaq görə neçə edeyim? Böyük n nədir? 3 vur 5 vur 7. Çünki məndə 3 dənə daxil. N1, N2, N3. Başqa yoxdur. 3 vur 5 vur 7 neçə edir? 105 edir. İndi burada n1'i tapaq. 105 bölünsün nəyə? Bura 1 qoymuşamsa bu da 1 olmalıdır. n1'im də neçədir? 3. Onda 105'i nəyə böləcəm? 3'ə. Neçə düşəcək? 35. Sonra n2'ni tapacam. n2 nəyə bərabərdir? Böyük n bölünsün balaca n2'yə. O da 105'i böləcəm nəyə? n2 neçədir? 5. O da neçə edir? 21. İndi böyük n3'ü tapacam. Burada indi neçə dənə ədəd varsa hamısını tapa getməliyim. n4 varsa, n5 varsa hamısını tapacam. n bölünsün n3. O da 105 bölünsün neçədir? 7. O da 15 düşür, düzdürmü? Demək, mən bu ədədləri tapdım. Daha sonra nə etməliyim? Sonra hər n-i üçün, bax n-i var ha, bu böyük n-i. Hər bu n-i üçün onun modulyar hasilini tapmalıyım. Modulyar hasilini biz y-i ilə işarə edəcəyik və elə bir y-i ədədi tapmalıyıq ki, n-i vurulsun y-i. Y-i 1'ə bərabər olsun. Mod nədən? N-i-dən. Balaca n-i-dən. Yəni bu elə bir y-i ədədi tapmalıyıq ki, bu bərabərlik doğru olsun. İndi gəl n1 üçün hesablayaq. n1 nəyə bərabərdir? n-i birinci 1 qoyuruq da. Böyük n1 nəyə bərabərdir? 35'ə. 35 vurulsun y1. Düzdürmü? Bərabər nə olmalıdır? 1 mod neçədən? n1'dən. n1 3'dür. Tamam. 35'i 3'ə böləndə neçə edir? Qalıqla. Qalıq olaraq neçə edir? 2 qalır da qalıq. Hə? Demək ki, buradan 2 qalır qalıq. y1 1 mod 3'dən. İndi 2'ni nəyə vursam 3'ə böləndə qalıq 1 eləyəcək. Nəyə vursam indi qalıq 1 eləyəcək? 2'ni nəyə vuraram? y1'i tapıram da. Nəyə vursam qalıq 1 eləyəcək? 2'yə vursam elə qalıq 1 eləyəcək də. 2 vur 2 4 eləyir. 4'ü də 3'ə böləndə neçə eləyir? Demək ki, y1 nəyə bərabərdir? 2'yə. İndi bunu o birisilər üçün hesablayıram. n2 üçün. n2 neçədir? 24. 21. 21 vurulsun y2 neçə olmalıdır? 1 mod neçədən? 5'dən. İndi 21'i 5'ə böləndə qalıq neçə eləyir? 1. 1 vurulsun y2 1 mod 5'dən. Zaten burada 1 özü qalıqdır da. Onda demək y2'yi nəyə vurmalıyım elə? 1'ə vurmalıyım da. Başqa nəyə vurum ki? Demək y2 nəyə bərabərdir? 1'ə. İndi n3 üçün hesablayaq. y3'ü tapaq. y3 nəyə bərabərdir? y3 də bərabərdir. 15 vurulsun y3 1 mod 7'dən.
İndi 15-i 7-yə bölündə qalıq neçə eləyir? 1. Demək bu da onda 1 vurulsun y3'dür. Onda elə y3 nəyə bərabərdir? Çünki zaten qalıq 1'dir. Mən niyə böyüdüm ki ədədi? Minimumunu götürüm də. Elə onu saxlayayım orada. Demək biz y1, y2, y3 ədədlərini tapdıq. Böyük n1, böyük n2, böyük n3 ədədlərini də tapdıq. Düzdürmü? Hamısını tapdıq. İndi nə etməliyik? X nəyə bərabərdir? X bərabərdir A1, o bizim yazdığımız bu A1'lər ki var. A1, N1, Y1. Üstə gəl A2, N2, Y2. Üstə gəl A3, N3, Y3. Mod böyük n. Düstur budur. X, A1, N1, Y1, üstə gəl A2, N2, mod böyük n. Böyük n də nədir? N1, N2, N3'ün hasilidir. İndi hesablayaq görə nə qədər eləyir? A1'imiz neçədir? 2. N1'imiz neçədir? 35. Y1'imiz neçədir? 2. Bura 2. Üstə gəlinsin A2. A2 3'dür. N2 21'dir. Y2 1'dir. Üstə gəl A3'ümüz 2'dir. N3'ümüz neçədir? 15. Y3'ümüz 1. İndi bunların obşi cəmi nə qədər eləyir? $33. 233. İndi demək biz nəyə tapmalıyıq? X-i tapmaq üçün. İndi bunları silirəm də daha Y1, Y2'ləri tapdıq. Demək indi mən nəyə tapmalıyam avtomatik? X nə? X 233'dür. 233'ün modu neçəsini tapmalıyam? 105'ini tapmalıyam. İndi görək 233'ün mod 105'i nəyə bərabərdir? Nəyə bərabər olacaq 205'in mod 105'i? 233'ü 105'e bölməliyəm də avtomatik. Düzdürmü? Mod da nədir? Qalığı. 233'ü 105'e böləndə qalıq neçə eləyir? 23. Demək x0 nəyə bərabərdir? 23. X0 da minimum qiyməti idi. İndi onda bu sistemin ümumi həll qaydası nədir? X bərabərdir 23 üstə gəlinsin. K-nı istədiyim ədəd qoya bilərəm. Böyük n-imiz neçədir? 105. 105 K. Mən qaydam budur. Demək ki, sinifdəkilərin sayını minimum 23'dür. Çünki K-ya 0 verəndə 23 qalır. Həqiqətən də 23'ü mən 3'ə böləndə qalıq neçə edir? 2. 23'ü 5'ə böləndə qalıq neçə edir? 3. 23'ü 7'yə böləndə qalıq 2. Demək hamısında ödəyirmi? Ödəyir. Sistem tənlimdə budur. Yəni sinifdə ola biləcək şagirdlərin sayı nədir? 23 ola bilər. 128 ola bilər. Düzdürmü? K-ya 1 versən, 105 üstə gəlinsin, 23. Düzdürmü? Sonra bundan sonra K-ya 2 versəm 233 ola bilər. Hə? 233 ola bilər də. K-ya 2 versəm 105 vur 2 üstə 23. Bu şəkildə. Yəni bu da gedir də 233 nöqtə. Yəni maksimum sayını heç vaxt tapa bilmərsən zaten. Çünki ədədlər sonsuzdur. Sonsuza qədər gedir. 23'dən sonra dərhal 128 gəlir. 128'i də yoxlasan, 128'i 3'ə böləndə qalıq 2 eləyir, 5'ə böləndə 3 eləyir, 7'yə böləndə də 2 eləyir. Bu qədər. Bu Çin qalıq teoremidir və bu tipli məsələlərin tapılmasında çox əlverişli bir üsuldur. Həqiqətən, çox əlverişli. Biraz uzundur. Uzun olmasının səbəbi də zaten mən burada indi detallı yazıram deyə uzun olur. Amma sən onu evdə həll edəndə bir dəfə yazmayasan, n2 bərabərdir, n bölünsün, n2 o da bərabər 105 bölür. Sən promo elə 105'i 5'ə bölürsən. Yəni ona uzun uzadı getməyəsən.
İndi mən uzun-uzadı gedirəm çünki düsturu göstərməliyim. Bu qədər. Bu da adı gedir Çin qalıq teoremi.